Şəkər məhlulu körpələr üçün ağrı kəsici təsir göstərir. Yeni araşdırmaya görə şəkər məhlulunun bir neçə damcısı xəstəxanada tibbi prosedurlar zamanı körpələrin ağrısını azalda bilər. Eyni təhlillər göstərir ki, iynə və ya qan analizi kimi prosedurlardan əvvəl körpənin ağzına verilən şəkər məhlulu ağrını xeyli yüngülləşdirir. Araşdırmada dünyanın müxtəlif ölkələrindən 2764 körpənin iştirak etdiyi 29 tədqiqatın nəticələri təhlil olunub. Nəticələr göstərib ki, şəkər verilən yeni doğulmuşlarda prosedur zamanı və ondan dərhal sonra ağrı səviyyəsi digər körpələrlə müqayisədə daha aşağı olub. Hətta bəzi hallarda bu üsul əmzikdən istifadə ilə müqayisədə daha effektiv hesab edilib. Mütəxəssislər bildirib ki, yeni doğulmuş körpələrin ağrıya qarşı reaksiyası böyüklərdən fərqlidir və onlar tibbi müdaxilələri daha kəskin hiss edə bilir. Bundan əlavə onun uzun müddətli istifadəsinin mümkün təsirləri ilə bağlı əlavə tədqiqatların aparılmasına ehtiyac var.